Vaxtınız xeyir dostlar. Artıq imtahanlara çox az bir müddət qalıb. Gəlin birlikdə esseni ən asan üsulla necə yazmaq olar, onu öyrənək. Artıq mənim YouTube səhifəmdə bir neçə video var. Onlara baxaraq da özünüzü daha çox praktik eləyib, esseni necə tam şəkildə, düzgün şəkildə tam bal alaraq necə yazmaq olar öyrənə bilərsiniz. Bunun üçün də səhifəmə keçid etməyi də unutmayın. Gəlin başlayaq. Hər zaman dediyim kimi esse yazarkən, yəni esseni ingilis dilində yazmazdan əvvəl sizin beyninizdə bir nəsə canlanmalıdır. Ona görə 3 şəkildə baxırıq və biz 3 şəkli də əhatə etməliyik. Şəkildə nə görürsə onu yazmalıyıq. Özümüzdən əlavə şeylər əlavə eləsək, yəni başımıza iş açmış olaraq, belə deyim. Hər bir obraza deməsək də ən azı bir obraza ad verməliyik. Məsələn, burada bir qız və atası deyək belə. Əmsi də yaza bilərsiniz, atası da yaza bilərsiniz. Yəni qıza ad verib atasına isə onun atası desək əladır. Qeyd edirəm ki, qızın adı Lily olacaq. Gəlin yazaq. Lily and her dad. Yəni onun atası və ya da father yaza bilərsiniz. İkinci isə işim hansı sözlərdən istifadə edəcəm? Bunu deyim ki, başlamazdan əvvəl siz, yəni hekayə deyə bilərsiniz ki, günəşli bir həftə sonu idi. Bunun kimi, məsələn, günəşli sözünü istifadə edəcəmsə, bura sunny yazıram. Yəni asan sözlərdən. Bunlar hamısı A1 səviyyəli sözlərdir ki, yəni məktəb vaxtından əksərən eşitdiyimiz sözlərdir. Həftə sonu weekend bunu istifadə edə bilərik. Daha sonra ən çox istifadə olunan söz qərara gəlmək. Onlar qərara gəlirlər ki, harasa getsinlər, nəsə düzəltsinlər. Bunun kimi qərar sözü istifadə olunur. Qərar vermək isə decideddir. Bundan əlavə uzlaşmaya da çox böyük, yəni şeydir. Uzlaşma olmarsa, yəni biri indiki zaman, biri keçmiş zaman sizin balınız tamamilə gedəcək. Buna görə ona diqqət edin. Əsasən bu kifayətdir. Qərara gəlmək. Onlar burada ev düzəldirlər. Bu mətnin əsas şeyi quş evidir. Quş ev sözünü rahatlıqla birdhouse kimi deyə bilərsiniz. Tikmək, məsələn, build sözünü istifadə edə bilərik. Made sözünü istifadə edə bilərik. Bundan əlavə quş evi istifadə edəcəm. Birdhouse, bunu da gəlin yazaq. Daha sonra, məsələn, burada taxtadan təbii ki, bunu eləyirlər və ya taxtanı kəsəcəklər. Qat sözünü qoyacam. Taxta sözü wood. Bunu istifadə edə bilərəm. Daha sonra onu mismarlayırlar, yəni mıxlayırlar. Bu sözdə yəni nisbətən çətindir, amma yenə də bilən bilər yəqin ki, nail həm dırnaq deməkdir, həm də mismar deməkdir. Feil kimi də istifadə olunur, nailed kimi olur. Yəni və feilləri yazarkən keçmiş zamanda yazın ki, daha çaşdırmayın. Nailed. Daha da qız kömək eləyəcək. Burada help yaza bilərik, çünki görürük ki, qız orada atasına kömək eləyir. Help yazdıq. Daha sonra yaza bilərik asmaq, o çünki atası asır. Buna hang yaza bilərik. Və ağacın asdığı üçün tree sözünü istifadə edəcəm. Sonluq verərkən də görürük ki, quşlar artıq uçur. Buna flew sözünü istifadə edə bilərəm keçmişdə, fly keçmişdə və orada yaşamağa başlayırlar. Başlamaq started verə bilərəm. Yaşamaq isə indi onda living kimi verə bilərik. Gəlin başlayaq mətni yazmağa. Günəşli bir həftə sonu idi, belə başlayaq. Əslində biz günəşi görmürük, amma yenə də təbii ki, günəşli bir havada bunu eləyəcəklər. Başqa bir çıxış yolu yoxdur onsuz da. It was a sunny, eni mütləq verməliyik, qrammatik səhv olmaz. Weekend. Aha, bunu deyim ki, ingilis dilində belədir ki, mübtəda, xəbər, tamamlıq, zaman zərfi və yaxud da məkanı bildirirsən. Yəni bu quruluşdan gəlsə sizin üçün çox asan olacaq. Birinci mübtədanı qoyursunuz, daha sonra xəbəri qoyursunuz, tamamlıq varsa tamamlıq, daha sonra məkanı bildirirsiniz. Bu çox asan bir quruluşdur. Yəni və bunu da deyim ki, dostlar, sözlərin yazılışına xüsusi diqqət verin, səhv eləməyə çalışmayın. Əgər sözün hərf səhv eləsəz və yeni bir söz yaratsaz və bu söz başqa bir məna verəcəyi üçün sizin mətndə bu balınızı kəsə bilər. Buna görə diqqət eləyin. And her dad qərara gəlirlər. Decided tikməyə. To build. İndiki zamanda olur bu. Çünki iki feil yan yana gəldi. İkisi də keçmişdə ola bilməz. A birdhouse. Birlikdə artıq bu zərfdir. O zaman olacaq. Yəni zərflik. Together. Okay, keçdik digər cümləyə. Birinci, onlar taxtaları ehtiyatla kəsirlər. First, onlar, they, kəsirlər. İkinci xəbər gəlir, cut. Nəyi kəsirlər? Taxtaları. The, tamamlıqdır bu. The wood, necə, zərfli, ehtiyatla. Bu careful sözü və yaxud da burada together sözü bu sadəcə mətni bəzəmək üçündür. İstəmirsinizsə yazmaya da bilərsiniz, amma 35 sözü tamamlamaq üçün, yəni maksimal balı almaq üçün bunları edirik. Sonra then onlar hissələri, yəni quş evinin hissələrini neynirlər? Mismarlayırlar, mıxlayırlar. Onlar they nailed hissələr the pieces. Bu sözü də yenə biz keçmişik, yəni istifadə olunub test toplularında və evi tikirlər. And built, burada artıq sonunda t-ya çevrilir. The house. Okay. Davam edirik. Burada Lily görürük ki, qız atasına kömək eləyir. Lily, mən adı düz yazmadım. Lily helped, kömək etdi.
her dad. Yəni atasına kömək etdi. Yenə artıra bilər, belə də yaza bilərsiniz. Amma davamında yaza bilərsiniz ki, işlədikləri boyunca, yəni işlər etdikləri boyunca. Bu zamanda during the work yazsaq əla olur. Davam edirik. İşləri bitirdikdən sonra, yəni bu qurutduqdan sonra after finishing it, yəni bunları bitirdikdən sonra və yaxud da final da yaza bilərsiniz bura. Onlar asdılar quş evinə ağacdan. Mən ingilis dili quruluşunda deyirəm ki, sizə daha asan olsun. Onlar quş evinə asdılar. Belə Azərbaycan dilindədir, amma belə onlar asdılar. Hang xəbəri qoyduq. Nəyi tamamlığı qoyuruq? Z. Birdhouse. Ağacın üstü olur uşaqlar. Ağacın üstünə asdıqları üçün on the tree desək doğrudur. Tezliklə soon. Bunu yaza da bilərsiniz, yazmasanız da olar. A bird, ya da birds, quşlar artıq. Cəmdədirsə e qoymuram. Birds uçdular ağaca. Flew in və yaşamağa başladılar orada. Started living, startdan sonra living gəlməlidir. Yəni to olmaz. Living there orada. Ağacı olduğu üçün, uzaq olduğu üçün here yox, there deyirik. Yəni mətnimiz belə oldu. Ümid edirəm ki, sizin üçün də asan şəkildə izah eləmiş oldum. Məncə qrafikə başa düşən uşaq sadəliklə mətni yaza bilər. Bir az söz bazanızı gücləndirsəz, sizin üçün çox asandır. 35 söz belə baxanda böyük bir şey deyil. Və dediyim kimi, YouTube səhifəmdə digər videolar da var. O videolara da gedib praktik eləyə bilərsiniz. Videodan əvvəl siz özünüz üçün yazın. Daha sonra əgər bir fikriniz varsa, bunda yorumlarda bildirin, səhvinə düzünə baxa bilərik. Bundan əlavə sürət qrupları da hal-hazırda var. İmtahana qədər ciddi şəkildə bunlarla maraqlanıb, yəni məşğul olub, tam bal ingilis dilindən toplaya bilərsiniz. Bunun üçün də mənə müraciət edə bilərsiniz. Sağ olun, sizə uğurlar. Görüşərik.